İllərdir ki, Türkiyə və Azərbaycan arasında olan dostluq və yaxınlıq regionda bir örnəkdir. Bu dostluğun hər iki ölkənin xalqları və hökumətləri üçün xeyli faydası olur. Bəlkə də bu yaxınlığa səbəb olan insan müasir Türkiyə tarixinin ən önəmli şəxsiyyətlərindən biridir. Mərhum professor Nəcməddin Ərbakan 84 illik həyatında bütün siyasi fəaliyyətini sülh və istiqlaliyyətin gerçəkləşməsi yolunda sərf etdi. Ərbakan həyatının ilk yarısını öyrənmək, ikinci yarısını isə bu elmi digərlərinə öyrətməklə keçirdi. O, mexanika mühəndisliyi sayəsində dünyanın ən qabaqcıl mütəxəssislərindən biri olub. İstər Türkiyənin ilk milli mühərrikini istehsal etdiyində, istərsə də ölkənin birinci şəxsiyyəti olaraq hökuməti qurmaq səlahiyyətini əldə etdiyində, fəaliyyəti ilə Türkiyənin düşmənlərini narahat etdiyi zamanda xalqının, regionun istiqlaliyyətini və rifahını düşünürdü. Bu Türkiyəli dahi şəxsiyyət illərlə Almaniyada təhsil aldıqdan sonra oranın ən qabaqcıl fabriklərindən iş təklif almasına rəğmən ölkəsinə dönməyi və vətəninə xidmət etməyi seçir. O, yalnız elm adamı olmaqla kifayətlənməyərək siyasi və ictimai fəaliyyəti ilə daha yüksək bir mövqedə xalqının bugününü və gələcəyini təsirləndirən bir insan olmaq istəyirdi. Bu düşüncə onu İslamçılığa və siyasətdə İslami dəyərlərlə hərəkətə yönləndirdi. Ərbakanın 44 illik siyasi fəaliyyəti bu gün onu Türkiyənin region tarixindəki ən dəyərli İslami şəxsiyyətə çevirib. Sovet İttifaqının dağılması ilə Ərbakan günün tələblərinə müvafiq İslami vəzifələrini düşünərək böyük bir ekspertlər heyətini etiva edən bir qrupla Azərbaycana yola düşür. Azərbaycanın istiqlaliyyətindən bir neçə ay sonra gerçəkləşən bu səfərdə o, Türkiyəni fərqli təmsil və təqdim etməyə çalışır. Türkiyənin nümayəndə heyəti Ərbakanın sədrliyi ilə Azərbaycan Respublikasının prezidenti ilə görüşür. Bu görüş əslində tarixi bir hadisə idi. Ona görə ki, ilk dəfə idi ki, Türkiyədən fərqli düşüncə sahibi, türkçülüyü təbliğ edən prezident Elçibəyin qarşısında oturmuş və ona tutduğu yolla bağlı xəbərdarlıq edirdi. Ərbakan xəbərdarlıq edirdi ki, Azərbaycan kommunizm zəncini qırmaq üçün kapitalizmin caynağına düşməməlidir. Kapitalizm sionistlərin mənfəətini təmin edən sistemindən başqa bir şey deyildir. Ərbakan ilk dəfə olaraq Bakıda düşmənin aldadıcı hilələrinin təhlükəsini dilə gətirir. Bu fikirlər həmsöhbətinin narazılığı ilə qarşılanır. Ərbakan açıq bir şəkildə sözə başlarkən deyir ki, bu səfərdə və bu söhbətdə hədəfi iki şeydir. Birinci, İslami vəhdət, ikincisi isə kapitalist və kommunist sistemə qarşı ədalətli nizam sistemini təklif etmək. O, bu iki mesajı çatdırmağı özünün Azərbaycanlı müsəlman qardaşları qarşısında olan bir İslami vəzifəsi hesab edir. Ərbakan bu görüşdə bildirir ki, sitat, beynəlxalq təşkilatlar üzv olmaqla siz xilas olmayacaqsınız. Biz 60 milyonluq bir Türkiyə bütün bu təşkilatların üzvüyük. Amma onlar Türkiyə kəndliləri və işçilərinin halal alın təri ilə əldə edilmiş pulunu haram sələm və faiz şəklində sadə insanlara qaytarır. Statın sonu. Ərbakan təkid edir ki, İslam dünyası ölkələrində istər maddi, istər insani potensial baxımından o güc vardır ki, Azərbaycanda inkişaf fondu açılsın. Beləliklə, bu müsəlman ölkə qərb hökumətləri və təşkilatlarından asılı və möhtac duruma düşməsin. Ərbakan Azərbaycan rəsmilərinin çox da məmnun qalmadığı bu görüşdə bildirdi ki, düşmənlər artıq İslam dünyasını yox etmək qərarı alıb. Belə bir vəziyyətdə orta yoldan söz etmək olmaz. Düşmənin siyasətinə qarşı mübarizədə orta yol tutaraq onlara qarşı çıxmamağa çalışan hər hansı bir tərəf əslində dolayısı yolla onların maraqlarına xidmət etməkdədir.